Hamıya salam, mən Qajar Qədəmdən Sona müəllimə. Bu gün sizinlə bərabər canlılara nəsə bir şey aid olanda biz hansı qrammatikadan istifadə etməliyik? Artıq videonun da adından have, has və hətta danışacağımız haqqında məlumatımız var. İndi isə videomuza keçək. Deməli, öncəliklə have və hasdən danışacağıq dostlar. Have və has. Həm have, həm də has'in mənası vardır deməkdir, malik olmaq deməkdir. Həm have, həm has, hətta yazar artıq burada. Have və has'in mənası oldu, vardır. Had'in mənası isə olacaq keçmiş zamanda var idi. Var idi. Hər üçü də bunların canlılara aiddir. Kimlərə aiddir? Canlılara aiddir. Biz canlılarla have, has, had istifadə edirik. Fərq bundan ibarət ki, have, has vardır deməkdir. Had isə var idi deməkdir. Gəlin indi şəxs əvəzləri üzrə nə vaxt have, nə vaxt has istifadə edəcəyimiz məqamlara baxaq. Deməli, I, we, you, they. Yəni, mənim cəmdə olan mübtədalarım deyir ki, bizim dostumuz have-dir. Bizdən sonra have istifadə edir. Yəni, I have, we have, you have, belə davam edir. He, she, it isə deyir ki, bizdən sonra has istifadə et. Yəni, he has, she has, it has bu formada davam edir. Hədin belə bir lüzumu yoxdur, yəni hədin belə bir seçimi yoxdur. Həd deyir ki, mənə fərqi yoxdur. Mən bütün mübtədalarla istifadə oluna bilərəm. I, we, you, they, and he, she, it. Deməli, var idi dediyimiz zaman heç bir seçim etmədən hədi rahatlıqla istifadə edə bilərik. Gəlin indi cümlələrlə nə demək istədiyimizi daha yaxından başa düşək. Məsələn, yazaq ki, mənim böyük xəyallarım var. Belə bir cümlə. Mənim böyük xəyallarım var. Deməli, cümləmiz belə olacaq, düzdürmü? Mənim var, böyük xəyallarım. Mənim deyəndə insanın ağlına ilk my gəlir, düzdürmü? Sonra həmin də yazmaq istəyirik my have. Amma my have olmaz. Niyə olmaz dostlar? Çünki my yeri əvəzlidir. Yeri əvəzliklərindən sonra biz isim istifadə etməliyik. Hanı bizim isimimiz cümlə sırasında mənim var. Əgər bir şəxsin, bir insan nəsə bir şey varsa, şəxs əvəzliyi istifadə edirik. Yox, əgər onun bacısının, məsələn, mənim bacımın, bizim atamızın dediyimiz zaman, o vaxt istifadə edə bilərik. O cümləyə də baxacağım sizdən. Mənim böyük xəyallarım var, mənim var. I-dan nə istifadə olunurdu? Have. I have. Böyük xəyallar. Sifət həmişə ismdən əvvəl istifadə olunur. Azərbaycan dilində belədir. I have big dreams. Mənim böyük xəyallarım var. İndi bu dediyim cümləyə başqa bir formada edək. Deyək ki, mənim bacımın böyük xəyalları var. Mənim bacımın böyük xəyalları var. Böyük xəyalları var. İndi burada artıq mənim bacım deyirəm. Burada çox rahatlıqla my sister yaza bilərəm. My sister. İndi mənim bacımın cinsi she-dir, düzdürmü? Qadın cinsi. She-dən nə istifadə olunurdu? Has istifadə olunurdu, bəli. My sister has big dreams. Mənim bacımın böyük xəyalları vardır. İndi gəlin keçmiş zamana aid bir cümlədə yazaq. Var idi. Deyək ki, bizim müəllimimizin maşını var idi. Hal-hazırda yoxdur, var idi. Və canlının, bizim müəllimimizin nəyisə yox idi. Olacaq, bizim müəllimimiz artıq yeri əvəzliyidir. Bizim müəllimimizin maşını var cümləsini videoda, buna görə mən yazmışdım, yaxşı videoya baxmışam. Bizim müəllimimizin maşını var idi. Olacaq our teacher, bizim müəllimimizin. Var idi, have yox, had. Çünki keçmiş zamandadır. Had a car. Okay? İndi keçdik bunların inkarlarının düzəldilməsinə. Əgər I, we, you, they-dən nəsə yoxdur deyirəmsə, olacaq don't have. He, she, it-dən doesn't have. İndi sual verə bilərsin müəllimə. Normalda he, she, it-də təsdiq cümlələrdə biz has deyirik. Niyə burada doesn't has deyil də doesn't have oldu? Çünki does deyir ki, məndə s var. Mən istifadə olduğum cümlələrdə has nəyə qaytar? Have-ə qaytar. Ancaq inkar və sual cümlədir. Təsdiqdə mənim hasdən heç bir işim yoxdur.
I will you deyil və digərlərində keçmiş zamanda yox idi dediyiniz zaman didn't have deyəcək. Yəni have də nəyə qayıtdı? Have-ə qayıtdı. Məsələn, bir cümləyə baxaq. Deyək ki, onun anasının darağı həm yoxdur deyək. Həm yoxdur deyək. Həm də yox idi deyək. Hər iki formada deyək. Biri indiki zamandadır, biri keçmiş zamandadır. Onun anasının darağı yoxdur. Onun anası his və yaxud da ki her, mother yoxdur dediyimiz zaman. İndi mənim anam she-dir, düzdürmü? She-nin inkar nəyindən düzəlirdi? Doesn't-dan. Yəni, my mother doesn't have də deyə bilərəm. Yox idi dediyim zaman nə olacaq? Didn't have. Didn't have. Okay. Deməli, cümləmiz necə oldu? His, her mother doesn't have. Yoxdur dediyimiz zaman, yox idi dediyimiz zaman. Didn't have. Dayaq nə olacaq? A come. A come formasında istifadə olunacaq. İndi sual cümlələrine baxaq. Sual cümlələrində do, does və did ən əvvəldə istifadə olunur. Ondan sonra biz mübtədəni istifadə edərik. Mübtədədən sonra mütləq surətdə have demək lazımdır, have. Çünki biz dedik ki, do, does, did olan yerdə has və have nəyə qayıtmalıdır? Have-ə qayıtmalıdır mütləq surətdə. Məsələn, sual vermək istəyirsən, demək istəyirsən ki, sənin telefonun var, yazıram buradan. Sənin telefonun var. Belə bir sual vermək istəyirəm. Mən sualı avtomatik olaraq kimə verirəm? Sənə verirəm. İndi sənin sualın inkarı nə ilə düzəlirdi? Bransildi. Əlbəttə, sənin sualın inkarı do ilə düzəlirdi. Olacaq. Do, mübtədən nədir? Sən. Do you have a phone? Sənin telefonun var. Və yaxud da deyirəm ki, bizim planımız var idi. Bizim planımız var idi. Olacaq. Bizim planımız var idi dediyim üçün keçmiş zamanda did. İndi biz nədir? Bizim planımız. Başqası yox, bizim qoşumuzun yox. Bizim planımız deməli şəxs əvəzliyi. Did we have a plan? Did we have a plan? Bizim planımız var. Deməli oldu have, has və had-in sual, inkar, təsdiq cümlələrdə istifadə olma qaydası. Əgər bu qaydaya aid hər hansı bir sualınız varsa, zəhmət olmasa rəy bölməsində bildirin. Növbəti videomuz isə there is, there are, there was, there were, there will be haqqında olacaq ki, görək biz onları have, has, had-dən necə ayıracaq. Növbəti videolarımızda görüşmək ümidilə, sağ olun.